sahəyə uşaq vaxtlarından maraq göstərmişəm. Kinolar, videolar, onların çəkilmə prosesləri məni həmişə maraqlandırıb ki, görəsən onlar necə olur, necə ərsəyə gəlir. Uzun illərdir ki, mən bu sahədə qeyri-peşəkar fəaliyyət göstərirdim. Ancaq bu mərkəzdə təhsil almaqla mən istəyirəm ki, daha da peşəkarlaşım. Operatorun texniki bilgiləri olması çox vacibdir. Texniki bilgilərin olması operatorun çəkiliş zamanı hər hansı bir problemlə qarşılaşmasının qarşısını alır. İlk operator sənətinə başlayan tələbələr mütləq şəkildə fotoqrafiya ilə məşğul olmalıdır. Operator sənətinin kökləri rəssamlıqdan başlayır və sonra gəlir fotoqrafiya və sonra gəlir operatorluq, yəni video. Ona görə mütləq şəkildə hər bir ilk olaraq bu sənətə başlayan bir insan mütləq filmlərə baxmalıdır, fotolar çəkməlidir, dünya rəssamlarının əsərlərini izləməlidir və nəticə olaraq o kompozisiyanı mənimsəməlidir ki, onu öz çəkilişində tətbiq edə bilsin. Mədəniyyət və sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin məzunu olmuşam. Peşə Təhsil Mərkəzini mən onlayn olaraq tapdım. Video çəkilişi üzrə operator ixtisasına yiyələnmişəm. Peşə təhsilini aldıqdan sonra ilk iş yerim Xəzər televiziyası oldu. Mədəniyyət və sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində ilkin peşə təhsili, texniki peşə təhsili və yüksək texniki peşə təhsili pillələri üzrə tədris aparılır. Video operator digər ixtisaslardan fərqli olaraq orada bir yaradıcılıq da tələb olunur. Dual qruplar isə ənənəvi qruplardan fərqli olaraq artıq tədris başlayan gündən istehsalat təcrübəsindən gedirlər. Onlar həftənin 3 günü müəssisədə, 2 gün isə şirkətlərdə işə götürənlərin müəssisələrində təcrübə keçməyə başlayırlar. Artıq 400-ə yaxın bizim media sahəsini bitirən tələbələr televiziya və digər müvafiq öz ixtisaslarına uyğun sahələrdə çalışır. Hal-hazırda Xəzər televiziyasında robot operatoru vəzifəsində çalışıram. Peşə mərkəzində aldığım təhsil peşədən savayı həyatda da çox insanlara kömək eləyir. Həmçinin mənə də çox kömək dəyib. Orada öyrəndiyim bütün nələr varsa burada çox ehtiyac oldu. Çünki orada aldığım bütün təhsil burada istifadə elədim. Film sektorunda özümü görmək istəyərdim. Buna çox həvəsim var əslində və inanıram ki, bunun da ardıca gedəcəm və istəyimə nail ola biləcəm.